Belə bir ifadə verilib və sadələşdirin deyir. Biz əvvəlcə baxarıq ki, bu bizə nəyi xatırladır? A kvadratı çıx B-nin kvadratını xatırladır. Yəni m çıx 4 A-ya bərabərdir. 3 çıxılsın m B-yə bərabərdir. Yazaq əvvəlcə A-nın kvadratı çıx B-nin kvadratı nəyə bərabər idi? Bir dəfə toplayırdıq A plus B, bir dəfə də çıxardıq A minus B, yəni onların hasilinə bərabər idi. Demək əvvəlcə m çıx 4 yazarıq. M çıx 4, yəni A-ya bərabərdir. Plus 3 çıxılsın m. Bir dəfə də çıxmasını yazarıq. Yəni m çıxılsın 4, çıx 3 çıx m. Yəni burada fikir vermək lazımdır. Uşaqlar ən çox nəyə qarışdırır? Mötərizənin qabağında mənfi olanda içəri işarəsini dəyişir, müsbətə çevrilir. Yəni buna fikir vermək lazımdır. Uşaqların səhv elədiyi yerdə elə odur. Demək, m ilə m gedər, islah olar. Biri müsbətdir, biri mənfi. Mənfi 4-ün üzərinə 3 gəlsə, mənfi 1 qalar. İndi mötərizəni asmaq lazımdır. M çıx 4 olduğu kimi qalır. Çıxılsın 3 plus m. Demək, mənfi 1 yazarıq. Mötərizənin içini həll eləsək, m ilə m-i toplasaq 2m. Mənfi 4 ilə 3 çıxsaq, mənfi 4 çıxılsın 3, mənfi 7-yə bərabərdir. Yəni soluna fikir vermək lazımdır. Mənfi 4 çıx 3. Əgər baxsaq ki, belə bir variant yoxdur, demək mənfi 1-i ayrılıqda vurarıq. Mənfi 1-i 2m-ə vursaq, mənfi 2m. Mənfi 1-i mənfi 7-yə vursaq, müsbət 7. İşarəsini dəyişib də yazmaq olar. Yəni mənfi 2m plus 7 yoxdursa, 7 çıxılsın 2m. Yəni hər ikisi doğrudur. 7 çıxılsın 2m, cavab B bəndi.